Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm sizə toyuqlarımı görsədəm və belə deyərdim bir mövzuya toxunam ki, kabinetçən bu haqda yazır. Toyuqların kürt yatmağı üçün nələr etmək lazımdır, nə verək ki, toyuqlar kürt yatsın. O haqda danışıb məlumat vermək istərdim. Belə bax, görürsünüz, ot vermişəm. Ondan sonra da buğda tökmüşəm, yeyirlər. Yarısı burada, yarısı orada. Xoruzlarımız deməli 2 dənə qalıbdır. Bax, lütboğazlardır. Biri o, biri də oradadır lütboğaz. Bunları bir müddətlik lütboğazları, xoruzları da daha doğrusu salacağım ayrı yerə ki, biraz şey olsun, necə deyim, toyuqları pis günə salıblar. Baxın, görün toyuqları nə günə salıblar. Baxın, yolublar. Ona görə həm biraz toyuqlar özlərinə gəlsin, yaxşı yumurtasın, həm də biraz ayrı qalsınlar xoruzlar. Hələ ki basırmıram. Ona görə ayrı qalsa yaxşıdırlar. Bir dənə də bax belə sultanımız var, xoruz. Həm də bu sultan bunlarla qalsın, biraz atılsın, banlasın, eləsin. Çünki bunlar döyürlər, deyilər, qorxur. Belə, indi əziz izləyicilər, keçəyin mövzumuza. Toyuqların kürt yatmağı üçün hansı, belə deyərdim, nə vermək lazımdır? Birinci, əziz izləyicilər, toyuğun özündən asılıdır. Yəni, toyuqlar çox vaxt cır olanda, yəni bax belə balaca cır toyuqlar olanda kürt yatırlar. Ondan sonra yəni Yapondan dönmə olanda, ondan sonra Heyrətlidən dönmə olanda, Heyrətdə bilirsiniz ki, hamısı kürt yatır. Onlar da yatırlar və belə deyək də cır toyuqlar, yəni kürt yatırlar. Və sizdə əgər düzdür, indi məsəl üçün serebris var, nə bilim digər toyuqlar var, ətli, onların yatma ehtimalı çox azdır. Ancaq belə toyuqlarda, yəni kət toyuqları, cır toyuqlar, onlar yatır. Və onlara da əziz izləyicilər, siz nə verməlisiniz ki, yaxşı tez yatsınlar? Çörəyi, yəni köhnə çörəklər olur da. Deməli, əziz izləyicilər, çörəyi isladısınız. Heç bir belə deyərdim, yeməz zada qatmısınız, qabaqlarına qoyusunuz 3 gün, 5 gün, 10 gün. Belə təbii ki, səhər-səhər ac qarnına onu verirsiniz. Axşam isə buğday zat verirsiniz ki, yatar qarnına buğday yaxşıdır ki, həm gecə yatırlar, gecə yaxşı isinirsinlər. Həm də ki, buğday yumurtlamağına da yaxşı təsir olur da, axşamdan yəni gec sinirlər. Da səhərə kimi o sinirmə olur. Yəni bu çörək çox verəndə toyuqlar başlayır təbii ki, belə deyim, kürt yatmağa. İslanmış çörəyi siz onlara verirsiniz, yəni suya qoyursunuz axşamdan ya 2-3 saat qabaq və sonra qabaqlarına töksünüz. Bu deməli qışqırtma da olur və başlayırlar toyuqlar kürt yatmağa. Yəni düzdür, məsələn 10-dan 20-dən toyuqsa hamısı yatmasa da hardasa 3-ü 5-i belə yatacaq, bəlkə də çox olur. Ona görə yəni çox bu yem şey verəndə çörək, islanmış çörək onda yatırlar. Bugün də istədim bu haqda video çəkəm, paylaşam. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like.